Deməli Hüseyin, bugünkü mövzumuz Monqol dövləti və uluslar barəsində olacaq. Aydındır? Mən sizə sual verəcəm. Düzdür, bu mövzunu biz harasa bir aydınlanma keçmişik. Düzdür? Və mən sizə verəcəyim suallar əsasında siz nə edəcəksiniz? Geniş cavablar verəcəksiniz. Aydındır? Deməli Hüseyin, Monqol dövləti neçənci illər əvvəldir? 1306-da yarandı, 1368-də. Kim yaratmışdı? Çingiz xan. Çingiz xanın deyirlər, məsəl üçün sağlığında birinci və sonuncu səhv etdi. İmperiyanın nə böldü? Ulusları bölmüşdü. Oğlandan sayına görə. Məqsədi nə idi uluslara böləndə? Mənim oğlanların arasında çəkmə olmasın. Amma səhv idi bunu. Əslində elə bəri başdan bəli, ixtilaf salmışdı. Bəs onun böldüyü uluslardan da bir qərb ulusu adlanırdı. Hansı oğlunun adı var? İndi də görün mənə. Bu Cucu ulusunun payına düşəcək ərazidən bəzi hərdə işğal olunmamışdı. Bəs bunu reallaşdırmaq üçün hansı qurultay çağırdı? Göstərmələr xəritədə zaman 1335-ci ildə. Kimin rəhbərliğində keçirilməli işğallar? Böyük xanın, Batı xanın işğal edir. Cucun oğlu Batı xan. Yaxşı. Batı xan neçənci işğallara başladı? 1335-dən başladı. Tabet ərazi xəritədə ardıcılığını göstər. 1335-ci ildə Qarabağdan çıxıb gəldi. Qərbə doğru gedir. Buradan mənim çıxıb 1240-cı ildə Kiyevə daxil olub, Kiyev şəhərinə qaldı. Buradan Moskva knyazlıqlar tutub, 1241-ci ildə Polşa, Alman, Macaristan kimi şəhərlər tutdu. Şəhərlər ölkələri. Sonra mən əhali ordunun son belə gələ bilər ki, Batı xanın yürüşləri dayandırması səbəbləri. Ordu sırasının seyrəlməsi, bir də mənim ordudakı əsgərlərin yorulmasına görə. Bir də ciddi müqavimət. Bu da İskəndərin adındır və Pompeyin yürüşlərinin dayandırılması oxşarca ciddi müqavimətdir. Bəs geri qayıtmasının səbəbi nə idi? Geri qayıtmasının səbəbi böyük xanın bölməsi, bir də xanın seçiləndə orada olmalı. Çünki Çingiz xan nə demişdi? Ulus bölünür, imperiyanın bütövlüyü saxlamasına rəmzi o idi ki, ulus rəhbərləri seçməli böyük xanı. Ona görə də Batı xan atası ölmüşdü, bu miras olaraq ulus buna miras qalmışdı. Yəni varis bu idi. Bu da ulus rəhbəri kimi gelib neyləməli, növbəti xanın seçilməsində iştirak edir. Amma gəldi halda işdir ki, xan seçilməli. Burada mənim bəyanlı və Saraybax şəhərini saldırdım. Və nəticədə hansı dövlət əsası qoyulur? Qızıl Ordu dövlət ərazisi daxil ərazilər. Deməli, mənim Macaristan, Polşa, Yox, Macaristan Mənim Kiyev, Qafqaz, kimi şəhərlər, mənim bildim sahil boyunca ərazi. Qafqaz, Qırım, Qıpçaq çölləri, Xarəzm və Sibir. Bir də say. Deməli, Kiyev, Qafqaz, Sibir, Qıpçaq çölləri, İdil sahil boyunca. Və Rus knyazlıları tam tabe deyil, asılı idilər. Yadda saxlı olun, Rus knyazlıları Qızıl Ordunun ərazisinə daxil olmayıb. Vasitalasını da xərac ödəyiblər. Bəs Rus knyazlıqları hansı döyüşdən sonra Qızıl Orduya xərac ödəyiblər? Neçəncini göstər mənə? 1380-də ilə Bukovda döyüş. Yaxşı, kim qalib gəlmişdi? Burada mənim Moskva. Knyazlıqlar Azisa öldürülmüşdü. Bəs Rusları yerinə itaata gətirən Qızıl Ordu xançı mı? Neçənci ildə? 1382-də. Toxtamış kimi kömək edilmişdi? Teymur kömək. Azisa. Amma Teymurla arası niyə? Çünki mənim buradakı Səmərqənd və sakin ərazilər mənim Çingiz xan vəsiyyətinə görə Qızıl Orduya satıldı. Ona görə bu ərazilərə soxuldu. Teymur da bunu qarşı almaq üçün ordu ilə irəli gəldi. Həlləci döş harada oldu? Terek döyüşü. Göstər mənə. Terek. Ora bax. Yazmışam adı. Terek, Kazan. Terek. Gəlmişsiniz. Kazanı gəlmişsiniz. Hə, göstər mənə. Yaxşı. Qızıl Ordu dövrü nə vaxt türkləşdi? 14-cü. İkinci dövründə. Özbək xanlığı. Hansı addımla? Hansı dini qəbul olundu? İslam dini qəbul olundu. Azisa. Nə vaxt sübut eləyib? 16-cı yüzyılda. Azisa.